xoş gördük. Günlər keçdi, biz bir daha sizin görüşünüzə gəldik. Bugün də sizə biri-birindən maraqlı süjetləri son anda təqdim edəcəyik. Ekranlara yaxın əyləşin. Xatırladaq ki, verilişimizin sponsoru Butan Mebel Dünyasıdır. Başladıq. Taysan. Ben necə çönüm? Belə eləyim çönüm. Salamat qalın. Dünyada gün ərzində 10 minlərlə qəza hadisələri baş verir. Qəzalar isə sürət həddini aşmaqdan olur. Odur ki, tələsməyin. Tələsən təndirə düşər. Təndirə düşməmək üçün diqqətli olmaq lazımdır. Gəlin növbəti süjetə birlikdə baxaq. Bir çox hallarda insanlar arzu olmayan vəziyyətlərə düşüb çətinliklə üzləşirlər. Elə gördüyünüz bu skeyt sürən gənc kimi. İki motosiklın toqquşması və son anda xilas olan şəxsi ekranda görürsünüz. Yarış avtomobili qəzaya uğrayır. Budur, daha bir şanslı insanın görüntüləri ekrana gəlir. Yüksəklikdən aşağı düşmə təhlükəsi ilə üzləşən körpə xilas edilir. Yolda yaşanan gərginlik, tükürpədici kadrlar. Avtomobil idarəetməni itirərək kafeyə daxil olur. Lakin xoşbəxtlikdən kafedə olanlar son anda xilas olurlar. Əgər bir neçə saniyə gec atılsaydı, yanğının qurbanı ola bilərdi. Yarış avtomobilinin sürücüsü çətin anlarla üzləşir. İri tutumlu yük avtomobili toqquşmadan son anda xilas oldu. Yarış avtomobillərdən biri idarəetməni itirib yolun kənarındakı müşahidə mərkəzinə düşür. Yaşananlar göz önündədir. Bu müxbiri də şanslı insan hesab etmək olar. Gördüyünüz gənc az qala qatarın altında qalacaqdı. Motosikildə olan bu iki nəfər də ölümün pəncəsindən ən sonda xilas olurlar. Motosikl sözsüz ki, yararsız hala düşür. Sürətlə hərəkət edən motosikl az qala avtomobillə toqquşacaqdı. Köpək balığının qurbanı olmaqdan xilas olan şanslı insan. İki qatar hərəkətdədir. Arada olan bu şəxs də olduqca böyük risk alır. Avtoyuyucuda toqquşan iki avtomobil. Risk dolu anlar. Bir neçə saniyə geciksəydi, qatarın qurbanı ola bilərdi. Dəhşətli görüntülər. Velosiped sürücüsü də son anda qurtulur. Gənc qadın təhlükəli vəziyyətlə üzləşir. Yolda yaşanan gərginlik. Gördüyünüz şəxs başına gələnləri çaşqınlıq içərisində qarşılayır. Marketdə yaşananları görürsünüz. Bu şəxs cəld davrandı və görüntülər göz önündədir. İri yüklərdən biri az qala ərazidə olan şəxsin üzərinə aşacaqdı. Bu şəxs də təhlükəli vəziyyətdən son anda qurtulur. Ata övladını üzərinə hücum edə biləcək itdən qorumağa çalışır. Bu şəxslər cəld tərpənərək üzərlərinə düşə biləcək buz topalarından xilas oldular. İdmançı da yıxılaraq əzilmək təhlükəsindən bax bu cür yaxa qurtardı. Tükürpədici və real yaşantı. İdarəetməni itirən yarış avtomobili və təhlükə ilə üz-üzə gələn şəxslər. Yolda yaşanan gərginlik. Qatarın kənarından sallanaraq təhlükəli vəziyyət yaşanmasına səbəb olan insanlar.
Motosikl avtomobillə toqquşmadan beləcə xilas oldu. Sürətlə hərəkət edən qatar və son anda xilas olan şəxs. Suyun altında yaşanan gərginlik. Başladıq. Nə olub bugün? Tərsən. Ben necə çönüm? Belə eləyim çönüm. Salamat qalın. Bildiyimiz kimi qəzalardan son anda qurtulan şanslı insanlar olur. Xilas olan insanlara tövsiyəmiz odur ki, diqqətli və səbirli olun. Çünki sizi gözləyən evinizdə əzizləriniz var. Növbəti süjetimiz elə buna bir misaldır. Yollarda baş verən qəzaları sizə təqdim edirik. Beləcə baş verən bir toqquşmanın şahidi olursunuz. Dəhşətli qəza avtomobilin idarəetməni itirməsinin nəticəsi göz önündədir. Sürət həddini aşıb idarəetməni itirdi və yol kənarındakı dirəyə çırpıldı. Arxadan gələn avtomobil öndəki avtomobilə çırpıldı. Bir avtomobil ard-arda iki avtomobilə çırpıldı. Yenidən bir toqquşmanın şahidi oluruq. Yol hərəkəti qaydalarına əməl etməyən sürücü toqquşmaya səbəb oldu. Ən çox da toqquşmalar tələskənlik və yol hərəkəti qaydalarına əməl etməmək nəticəsində baş verir. Daha bir yol nəqliyyat hadisəsi ekranlara gəlir. İşıqforun qırmızı işığına məhəl qoymayan məsuliyyətsiz sürücü bu hadisənin yaşanmasına səbəb oldu. İdarəetməni itirən avtomobil həm özünə, həm də digər avtomobilə problem yaşadıb. İdarəetməni itirdi və yol kənarını açdı. Başqa bir avtomobil sürücüsü də idarəetməni itirib təhlükəli vəziyyətə yol açdı. Yolda yaşanan çətinlik. Məsuliyyətsiz sürücü iki avtomobilə çırpıldı, nəticəsi isə göz önündədir. 2 KAMAZ markalı avtomobil toqquşdu. KAMAZ markalı bir digər avtomobil isə gördüyünüz ağ rəngli minik avtomobilinə zərər yetirdi. Yağışlı havada sol tərəfə dönmək istəyən KAMAZ-a arxadan sürətlə gələn avtomobil çırpıldı. Dar yolda hərəkət edən iri tutumlu yük avtomobilinin yan qapısı qəfil açılır. Diqqətli sürücü cəld avtomobili kənara çəkərək zərərdən qurtulur. Yük avtomobilinin içərisindən bir yük yola yuvarlanır. Xoşbəxtlikdən hərəkət edən avtomobilə zərər toxunmur. Dəhşətli qəza hadisəsi baş verir. Yeniyetmə velosiped sürücüsü ciddi xəsarət almaqdan son anda xilas oldu. Yolda yaşanan gərginlik. Yağışlı havada qəfil qarşı yola çıxmaq istəyən avtomobil bu cür dəhşətli qəzanın yaşanmasına səbəb olur. Yolda daha bir toqquşma yaşanır. Yağışlı havada idarəetməni itirən və aşan avtomobilin görüntülərini izləyirik. İdarəetməni itirən bir digər avtomobil. Dar yolda sürət həddini aşan avtomobil digər sürücüyə də çətinlik yaşadır. Təhlükəli anlar və qəfil baş verən toqquşma. Yolda yaşanan gərginlik ekrana gəlir.
Yolda yaşanan digər bir yol nəqliyyat hadisəsi ekrana gəlir. Gecə vaxtı isə başqa bir nəqliyyat hadisəsi yaşanır. İdarəetməni itirən avtomobil ən sonda aşır. Dəhşətli toqquşma. Motosikl avtomobilə çırpılır. Sürücü xəsarət alır. Yenidən bir motosiklin avtomobilə çırpılması anları ekrana gəlir. Motosikl iri tutumlu yük avtomobilinin arxa tərəfinə çırpılır. Motosikl sürücüsünün təhlükə dolu anları. Motosikl sürücüsü idarəetməni itirdiyi üçün avtomobilə çırpılır. Motosikl sürücüsü avtomobilə çırpılır. Sonra motosikl yavaş-yavaş alışmağa başlayır. Dəhşətli bir hadisənin, motosiklların toqquşmasının şahidi olursunuz. Yenidən toqquşma hadisəsi yaşanır. Gecə saatlarında iki avtomobil bir-birinə çırpılır və qəza baş verir. İdarəetməni itirən avtomobilin görüntüləri ekrana gəlir. Gecə vaxtı yolda yaşanan dəhşətli yol nəqliyyat hadisəsi. Yenidən hava şəraiti qəza yaşanmasına gətirib çıxarır. Dönərək avtomobili arxaya vermək istəyəndə sürücü qəza edir. İdarəetməni itirən sürücü arxadakı avtomobilə çırpılır. Sonda isə həvəskar kameralı çəkilən bu görüntünü izləyirik. Buta öz simvolumuz olsa da, lakin dünya brendləri məhz bu məkanda cəm olub. Buta mebel dünyasında hər zövqə uyğun mebellər var. Buta mebel dünyasında qiymətlər çox sərfəlidir. Tələsin! Mən Buta mebel dünyasını çox sevdim. Verilişin sponsoru Buta Mebel Dünyası. Hər anımız bir yaddaş, bir xatirədir. Bəzən baş verən hadisələr üzümüzdə təbəssüm yaradır. Növbəti süjetimizə gəlin birlikdə baxaq. Əziz tamaşaçılar, son anda sizin də həyatınızda maraqlı hadisələr baş veribsə, mütləq çəkib Instagram, Facebook və mail ünvanımıza göndərməyi unutmayın. Avtomobil idarəetməni itirir və it təhlükə ilə üzləşir. Görüntüyə digər rakursdan da baxaq.
Ürək ağrıdan görüntü. Yolun hərəkət olan hissəsi ilə qaçan it az qala avtomobilin altına düşəcəkdi. Qatar yolu ilə hərəkət edən it də son anda qurtulur. Qoyun sürüsündən ayrılan bir neçə qoyun təhlükəli vəziyyətə düşür. Bu görüntüdə isə it üçün həyati təhlükə baş verir. Ördək balaları ilə yolu sağ-salamat keçməyə müvəffəq olur. Görüntülər ürək açandır. Balaca pişik nəhəng yırtıcı timsahla oynayır, lakin xoşbəxtlikdən timsah pişiyə heç bir zərər vurmur. Yolda azyaşlı qızın başına gələn və şərhə ehtiyacı olmayan görüntülər. Avtomobilin altında qalmaqdan xilas olan canlı. Bir çox hallarda heyvanlar avtomobil yoluna elə qəfildən çıxırlar ki, bu çox gözlənilməz olur. Pişik qar üzərindəki qaraltının nə olduğunu öyrənmək istəyir, lakin qəfildən partlayış baş verir. Qar üzərində xizə ilə sürüşən şəxsi qarşısında olan it çaşdırır və o yıxılır. Avtomobil sürətlə hərəkət edir, qarşıda irəliləyən it və sahibi isə son anda təhlükədən yaxa qurtarır. Qarlı sürüşkən yolla hərəkət edən it avtomobillərin altında qalmaqdan xilas olur. Balaca pişik dağıntıların altından beləcə xilas oldu. Buta öz simvolumuz olsa da, lakin dünya brendləri məhz bu məkanda cəm olub. Buta mebel dünyasında hər zövqə uyğun mebellər var. Buta mebel dünyasında qiymətlər çox sərfəlidir. Tələsin! Mən Buta mebel dünyasını çox sevdim. Verilişin sponsoru Buta Mebel Dünyası. Sürət yolu qısaltmır, sürət ömrü qısaldır. İndi isə əsasən motoqəzalardan bəhs edən sujeti izləyirik. Sürücü motosiklı idarə edərkən qəfildən iri tutumlu yük avtomobilini görür və çaşqınlıq keçirir. Motosikl sürücüsü yüksək sürətlə hərəkət edir və çətinliklə üzləşir. Yüksək sürətlə idarə etmənin nəticələri. Yolda baş verən gərginlik. Anormal tərzdə motosikl idarə edən sürücülərin ardıcıl görüntüləri. Meşədən qaçaraq çıxan marallar az qala motosiklın qurbanı olacaqdılar. Avtoxuliqan və motosiklı yüksək sürətlə idarə edən sürücü. Gecə yolda yaşanan gərgin vəziyyət. Qəfildən avtomobili döndərən sürücü motosikl üçün təhlükə yaradır. Qaydalara zidd idarə olunan motosikl. Piyada az qala qəzanın qurbanı olacaqdı. Güclü toqquşma və qəza hadisəsi baş verir. Motosikl iri tutumlu yük avtomobilinin yanından keçib irəliləyir. Həqiqətən də təhlükəli görüntülərdir. Avtomobillə motosikl toqquşur. Yol kənarı ilə hərəkət edən motosikl sürücüsünü görürsünüz. Avtobus dönərkən motosikl sürücüsünə çətinlik yaradır. Az qala toqquşacaqdılar. 1 saniyə fərqi ilə motosikl avtomobil toqquşmur.
Motosikl avtomobillə toqquşur və yük avtomobilinin altına düşür. Dəhşətli yol qəza hadisəsi. Motosikl sürücüsü idarə etməni itirir və avtobusun altına yıxılır. Bugünkü geyimimə görə Nika Fashion-a dərin təşəkkürümü bildirirəm. Saç və makyaja görə isə Glamour Studio, başda stilist Elnur və Günel xanım olmaqla dərin təşəkkürümüzü bildiririk. Başladıq. Nə oldu bugün? Taysan. Ben necə çönüm, belə eləyim çönüm. Salamat qalın. Bugünlük bu qədər. Bizə ayrılan vaxt burada da başa çatır. Zövqlü mebellərin ünvanı olan Butan Mebelinin sponsorluğu ilə bir daha görüşünüzə gələcəyik. Sağ olun, salamat qalın.